Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, dəyərli insanlar, Allaha təslim bəndələr, hamınızı Allahın salamı ilə salamlayıram. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Bugünkü bizim Quran-ı Kərim dərsimiz, Quran-ı Kərimdən misallar, Quran-ı Kərim söhbətimiz fasiq ilə əlaqəli olacaqdır. Fasiq Allahın əmrini tanımayan və günah işləyən deməkdir. Və bu barədə Quran-ı Kərimdə 39 ayə keçməkdədir. Fasiq bildiyimiz kimi Allaha boyun əyməyən, Allahın əmrinə tabe olmayan, Allahın hökmləri ilə hökm etməyən, Allahın əmrlərinə qarşı çıxan, Allahın qoyduğu nizama uymayan şəxs, topluluq, insanlar olduğunu biz bilirik. Fasiq Allaha üsyan edən deməkdir. Əlbəttə, tövbə etdikdən sonra Allah Taala'nın bağışlamayacağı heç bir günah olmadığını Quran-ı Kərimdə bildirir. Və hər bir fasiq öz əməlindən dönüb tövbə eləsə, ümid var ki, Allah həmin fasiqi bağışlayacaq. Əgər fasiq olaraq, kafir olaraq öldükdən sonra Allah Taala onlar üçün cəhənnəmin qapıları əbədiyyən bağlanacağını və əbədiyyən cəhənnəm odunda yanacaqlarını Quran ayələrində bizə bildirir. Bu arada kanalıma abunə olaraq dəstək ola bilərsiniz. Playlist bölməsində Quran dərsləri mövcuddur. Oradan dərsləri izləyə bilərsiniz və anlaşılmaz məsələ olarsa şərh bölümündə əlavələr eləyə bilərsiniz. Şərhlərinizə baxacağam mən. Hansısa anlaşılmaz məsələni şərh bölməsində əlavə eləyərsiniz və bəyənmə tuşuna basaraq kanalıma dəstək ola bilərsiniz. Diqqətinizə görə minnətdaram. İndi fasiq sözünün həm termin olaraq, həm də daha yaxından, daha da onu geniş anlamaya başlayaq. Fasiq nə deməkdir? İndi onu anlamaya çalışaq. Fasiq kəlməsi ərəbcə olan və Azərbaycan dilində də işlənilən sözdür. Ərəb sözüdür. Azərbaycan dilində də işlədilir. Fasiq kimi işlədilir. Allaha üsyan edən məna verir fasiq sözü. Daha çox din ilə əlaqəli məsələlərdə ön plana çıxır. Müəyyən İslama zid insanların hədəf alaraq o insanlar üçün işlədilən bir kəlmə olduğunu dilə gətirmək də mümkündür. Fasiq kəlməsi bir sifət şəxs olaraq ələ alınır və istifadə olunur. Özəlliklə Allahın əmrlərini tanımayan və günah işləyən insanlar üçün ifadə edilir. Allahın əmrini tanımayan və günah işləyən insanlar üçün. Eyni zamanda haram işləyən və günahlarını bilərək edən insanlar üçün də istifadə olunur. Yoldan çıxmışlardır Allah Taala bizə bildirir. Həmin insanlar var deyir, Allaha ibadət eləyən də şirkə yol verirlər. Allah ilə kimisə tay tuturlar. Müsəlman, mömin, amma bilməyərəkdən fasiqlik eləyərək şirk eləyir. Dediyim odur ki, əgər ibadət eləyirsinizsə, həmin ibadəti bölməyin. Namazı Allah üçün qılacaqsınız, ibadəti Allah üçün eləyəcəksiniz, orucu Allah üçün tutacaqsınız. Yardım məsələsinə gəldikdə isə yardımı, şəfaəti, köməyi Peyğəmbərdən və yaxud da digər şəxslərdən istəyəcəksiniz. Belə etdiyiniz halda fasiqlik, Allaha üsyan etmiş olursunuz. Heç bir halda ibadəti bölüşdürmək olmaz. Biz ibadəti yalnız Allah üçün eləyirik və Allahın rızasını qazanmaq üçün eləyirik. Allahın əmridir deyə biz ibadəti eləyirik. Həmin ibadəti bölüşdürərək köməyi Peyğəmbərdən ibadəti Allaha eləsək, biz günah qazanan, özümüzə zülm eləyən, yoldan çıxmış fasiqlər olarıq. Bunun üçün hər zaman daim yenə deyirəm, şəfaəti, yardımı yalnız Allahdan istəyin, diləyin və yalnız Allahdan tövbə eləyin və yardım üçün duanı yalnız uca Allaha edin. Heç bir şəxsi ortalığa qoyub nə şəfaəti, nə rabitəni etmək doğru deyildir. Bu insana
dindən uzaqlaşdırar, insanı küfrə daha çox yaxınlaşdırar və fasiqlik eləyər. Bilməyərəkdən o yoldan çıxmış olar və ölənə qədər də o haqqı tanımamış olaraq ölmüş olar və mənim dediyim bəzi Quran ayələrində Quranı mən hər zaman daim insanlara öz dilimizdə oxumağı mən tövsiyə edirəm və dəvət edirəm. Bəzi insanlar mənə Quranist deməyə çalışacaqlar. Buna mən fikir vermirəm. Çünki bu yolda çıxanda mən bu yolda çətinliklər olduğunu, tək qalacağımı mən bilirdim və əminəm. Quranda Allah Teala yenə deyir, kim əgər özünə Allahı dost seçərsə, o insan dünyada ən güclü insandır. Siz əgər bilirsinizsə, sizin dostunuz Allahdır, siz dünyada ən güclü insansınız. Və heç vaxt haqqı deməkdən siz qorxmayacaqsınız və haqqı deməkdən siz çəkinməyəcəksiniz. Ölümlü dünyadır. Ölümlü dünyada biz yaşayırıq. Biz haqqı, Qurandakı ayələri, Allahın hökmlərini biz nə qədər deməyib qoysaq, biz özümüzə zülm etmiş olarıq. Bəziləri deyəcəklər ki, mən insanlara pis görsənərəm belə desəm. Bəziləri deyəcəklər ki, insanlar xoşuna gəlməyəcək Allahın hökmlərinin olduğu kimi desəm, insanların xoşuna gəlməyəcək. Bəs sən insanların xoşuna gəlməyəcək deyirsən, bəs Allahın əmrlərini qiyamətdə Allahın əzabından qorxmursanmı? Allahın sənə verəcəyi əzabından qorxmursanmı? İnsanlar sənə nə deyəcəklərdənmi sən çəkinirsən? Allahdan niyə qorxmursan? Sən də öləcəksən, mən də öləcəyik. Mən də öləsiyəm, sən də öləsisən. Biz hamımız ölümlü dünyada yaşayırıq. Ölmədən qabaq gəlin haqqı, dini doğru şəkildə yaşayıb Allaha qul olaq. Və dində ibadəti bölüşdürərək peyğəmbərlərə, müridlərə, ustalara bölüşdürmək olmaz. İbadəti yalnız Allah üçün eləyirik. Yardımı yalnız Allahdan diləyirik. Arada heç bir vasitə eləmədən. Sonra bəzi ağılsız insanlar deyəcəklər ki, bəs vasitə olmadan heç kimdə olmaz. Peyğəmbərə Cəbrail vasitəsilə vəhiy gəlib, o da vasitəçi olub. Vasitənin olması başqa bir məsələdir. Bu başqa bir məsələdir. Amma ibadəti Allahın əmridir deyə eləmək başqa bir məsələdir. Vasitəçi Cəbrail Allah ilə Peyğəmbər arasında vasitə olub Allahın mesajlarını Peyğəmbərə çatdıran şəxs, çatdıran mələk olub. Və bu vasitə ilə olur. Ancaq biz ibadəti də götürüb hansısa şeyxin üzü suyu və yaxud da ustanın və yaxud da bərəkət istəyənlərinizin üzü suyu ilə eləməyə çalışsanız şirkə batarsınız. Çünki bu etdiyiniz o vasitədən deyil. Siz yardımı onların sayəsində istəyirsiniz. Peyğəmbər heç zaman deməyib, Cəbrail mələk müqəddəsdir və o ilah kimidir. Və yaxud da onun sayəndə mən Allahdan istəyirəm. Nə vaxt Peyğəmbər əleyhissalam deyib belə bir şey? Və yaxud da digər peyğəmbərlər. Digər peyğəmbərlərə də Allah Teala Cəbrail vasitəsilə öz mesajlarını bildirib, çatdırıb. Heç bir peyğəmbər deyibmi, Cəbrail mələk Allah ilə bərabərdir və yaxud da Allah ilə eynidir. O cürdür. Allah ilə biz onu çağırırıq deyiblərmi? Deməyiblər. Onlar üçün imanın şərtləri arasında mələklərə iman, həmin Cəbrail də var orada, İsrafil də var, ölüm mələkləri də var, yazı mələkləri də var orada, qoruyucu mələklər də var. Biz hamıya iman edirik. İman edirik. Onlar Allahın qullarıdırlar. Mələklər də Allahın qullarıdır, insanlar da Allahın qullarıdır, cinlər də Allahın qullarıdırlar. Və biz qulluq vəzifəsini yerinə gətirəndə heç bir cürə, heç bir şəkildə şirkə yol vermədən qulluğu Allahın rızasını qazanmaq üçün eləməliyik. Biz ibadət eləyirik. Əgər şirkə yol versə Allah razı olarmı? Olmaz. Bunun üçün heç bir şəkildə nə vasitəni siz qarışdırmayın. Bayaq dediyim kimi vasitələr var. Ancaq ibadətdə vasitə olmaz. Deyək ki, biz burada mən Omskda otururam, mən Azərbaycana mesaj göndərməkdən ötürü WhatsApp vasitəsi ilə mesajı göndərirəm. Bu
mənim ora mesaj göndərməkdən ötürü istifadə etdiyim bir şeydir. WhatsApp. Mənim üçün WhatsApp müqəddəs deyildir. Bunu biz işlədirik, vasitədir bu. Ki Azərbaycana mənim yazdığım mesaj çatsın. Belə halda olan vasitələri biz Allah ilə arana qoyaraq şirkə yol verərik. Bunun üçün yalnız Allaha qul və səmimi qəlbdən Allaha ibadət eləmək ən doğru şəkildir. Heç birisi ortalığa qoymadan. Eyni zamanda haram işləyən və günahlarını bilərək edən insanlar üçün də istifadə olunan termindir. Fasik, Allahın əmrlərinə boyun əyməyən insanları da günaha sövq edən şəxs və şəxslər olaraq bilinməkdədir. Quranı öz dilinizdə oxumayın deyənləriniz olsa fasiklərdirlər. Mən hər zaman Quranı öz dilinizdə oxuyun deyirəm. Çünki dindən mənfəət qazananlar bunu deməzlər. Onlar deyərlər, Quranı ərəbcə oxu, ağlayaraq oxu. Nə qədər ağladınız Quranı oxuyub? Belə cahil təfəkkürdədirlər onlar. Ancaq onlar deməzlər, sən Quranı düşünərək oxudunmu, anladınmı, Qurandan bir şey öyrəndinmi, öyüd nəsihət aldınmı? Ancaq insanlar onu illərlə ərəbcə ağlayaraq oxuyur, heç kim də heç nə anlamır. Mən anlamağa çalışıram. Mən ərəbcəyə qarşı deyiləm. Ərəbcəyi də oxuyun. Ərəbcə oxuduğunuz qədər öz dilinizdə oxuyun. Tərcümə səhvləri var. Sözsüz ki, onlar var, ancaq doğru tərcümələr də mövcuddur. Doğru tərcümələrə də müraciət edə bilərsiniz. Allahın əmrlərinə boyun əyməyən insanları da günaha sövq edən şəxsdir fasiklər. Fasik kəlməsi Quranda 37 yerdə keçir. Allahın hökmləri ilə hökm etməyənlərin fasik olduğunu biz Quranda görürük. Bəzi ayətlərdə Yahudi, Xristiyan, müşrik və münafiqlərin söz edərkən çoxunun fasik olduğunu bilinir. Burada fasiklik edərək dini özlərinə uydurmaları nəzərdə tutulur. Həm müsəlman olar fasik, həm Xristiyan fasik ola bilər, həm Yahudi, həm müşrik. Hər bir insan fasik ola bilər. Dindən dönən və yaxud da dini qəbul eləməyən və yaxud da dinə uydurmaları əlavə eləyən, dini bölən, dində ixtilaf salan bu məzhəbçilər, bir insanla bir qrupada otursanız deyəcəklər ki, mənim bu məzhəbim var, mən bu məzhəbə tabəyəm, bu məzhəbin alimi nə deyirsə mən onu eləyirəm. Belə hallarda siz nə eləmiş olursunuz? Fasiklik eləmiş olmursunuz. Və ətəsimu bihablillahi cəmiən və la təfərrəqu. Allah təala bildirdiyi halda Quranda Allahın ipindən, yolundan hamılıqla birlikdə yapışın və firqələrə, məzhəblərə, təriqətlərə, ustalara, rituallara, hansısa uydurmalara bölünməyin. Allah dediyi halda biz nə qədərimiz bölünmədən doğru dini yaşayırıq? Çox azı. Hamının qurtarıcısı var. Hamının bir İsası, hamının bir Musası, hamının bir Mehdisi, qurtarıcı gözləyirsiniz. Xristiyanlar necə İsa'nı qurtarıcı gözlədikləri kimi, müsəlmanların çoxu da Mühəmmədi qurtarıcı. Bəs səni kimdən qurtaracaq? Səni kimin əlindən qurtaracaq? Kim sənə cəza verərkən səni qurtaracaq? Mühəmməd və yaxud da İsa? Allahın cəzasındanmı? Siz bəs belə etdiyiniz halda Allahdan da rəhimli bir mərhəmətli şəxsi, insanı ilahlaşdırmış olmursunuzmu? Niyə ağlınızı işlətmirsiniz? Niyə düşünmürsünüz, təfəkkür etmirsiniz? Ağlını işlədən düşüncəli insanlar var, hər zaman onlara hörmətim var. Mənim dediyimi anlayan insanlar var. Amma mənim dediyimi anlamayan, mənim dediyimə də biraz əlavələr eləyərək mənim adından mənə zid söhbət eləyən cahillər də var. Mənim onlarla işim yoxdur. Cahilliklərlə mən qoşmuram. Bir insan cahillik eləyirsə, bir insan dədə baba dini mən yaşayıram deyirsə, mən belə görmüşəm, belə gedirəm deyirsə, mən Qurana baxmıram, məzhəb nə deyirsə, mən onların yolu ilə gedirəm deyirsə, mənim daha onunla nə söhbətim ola bilər ki? Artıq o özü yoldan çıxmağı özünə tərcih eləyib. Artıq o yoldan çıxmış sayılır. Qur'anın yolundan getməyən hər bir insan yoldan çıxmış sayılır. Allah Taala bizi Ənkəbut surəsində olacaq, səhv eləmirəmsə, bizi bu kitabdan sorğu-sual eləyəcəyini dediyi halda
biz niyə başqa kitablardan özümüzü hazırlıq eləyirik? Özümüzü niyə hazırlıq başqa kitablardan eləyirik? Allah Taala bu kitabdan sizi sorğu-sual eləyəcəyim dediyi halda məzhəblərə, firqələrə, ustalara başvururuq, yardımı diləyirik, bərəkəti istəyirik. Kiminsə bərəkəti. Allahdan niyə bərəkət istəmirsən? Allahdan niyə şəfaət istəmirsən? Şəfaət ya o mövlüdlər oxuyursunuz, şəfaət ya Muhammed deyə ağlayırsınız. Şəfaət ya Allah niyə demirsiniz? Desəz nə olacaq? Deyin də o şəfaət ya Allah deyin. Muhammədi ilahlaşdırmayın. Haqq olan, ibadətə layiq olan Allaha ibadət edin. İbadətə layiq olan yalnız Allahdır. Ondan şəfaət diləyin. Mövlüdlərinizin çoxunda şəfaət ya Muhammed o şirkə aparan yollar var. Eləməyin bu şeyləri. Bəqərə 99, Ali İmran 110 bu ayələrdə, Maidə 47 və s. Digər bəzi ayətlərdə isə fasik və fizik möminlərə nisbət edilərək Bəqərə 197, Ən-Nur 4 burada qəsd olunan bəzi möminlərin yalancı şahidliyi və qadınlara zina suçu atanların əsl fasiklər olduğunu deməsidir. Bugünkü ayələrdə də bunları görəsiyik biz. Ayətlərdə bildirdiyinə görə Allah fasiklərdən razı olmaz, etdikləri xeyirləri qəbul etməz. Çünki onlar fasikdirlər, Allahı inkar edəndirlər və özləri tərcih etmədikləri, istəmədikləri halda hidayətə ərdirməzlər. Onlar özləri yoldan çıxmayı özləri tərcih ediblər. Tərcih etdiyinə görə insanların tərcihinə, insanların seçiminə Allah qarışmır. Əgər yoldan çıxmayı kim özünə bilirsə, yoldan çıxa bilər. Allah onu ölənə qədər icazə ona verər. Kim ki doğru yola gəlmək istəsə, Allah Taala ona da icazə verər. Tərcih bizimdir, seçim bizimdir. Seçiminizi doğru edin. Axır sonda seçiminizdə ziyana uğrayanlardan olmayın. Fasik olan artıq yoldan çıxmışdır. Onun haqqı görməsi üçün Allaha boyun ərək ona qul olmalıdır. Belə etdiyi təqdirdə fasik olanlar həm bu dünyanı itirər, həm də əbədi həyatı, axirəti itirərlər. Fasiklər kimi bir də Allaha özünə şirk qoşanların ibadətləri Allah qəbul etməz. Allah özünə şirk qoşanların ibadətlərin puç olacağını deyir. İstər səhərdən axşama, axşamdan səhərə qədər ibadət eləyin, namaz qılın. Əgər ibadətdə kimisə müqəddəsləşdirib ondan yardım diləsəniz, Allah Taala deyir, bütün ibadətləriniz yox olur. Və buna əks heç kim heç nəyə deyə bilməz. Çünki Quran ayəsidir. Mən özümdən danışmıram danışdıqlarım. Hamısı Quran ayəsidir. Allah nə deyirsə mən sizə onu çatdırıram. Fasiklər kimi bunu oxuduq. Allah ilə arana kimsə qoysan şirk etmiş olursun. İnsan Allah ilə özü arasında bir boşluq axtarmamalıdır. Çünki Allah bizdən yaxındır və şah damarından da yaxındır. İnsan ilə Allah arasında heç bir boşluq olmamalıdır. Bəzi insanlar deyirlər ki, bu boşluğu doldurmaqdan ötürü hansısa müridi, hansısa ustanı ora əlavə edək, daha yaxşı ibadət etmiş olarıq kimi fikirlərlə rabitələr eləyirsiniz və şirkə girirsiniz və özünüz də bilmədən şirki din deyə yaşayırsınız. Yəni bizim Allah ilə arada bir boşluq olmamalıdır. O boşluğu doldurmaqdan ötürü hidayət rəhbəri olan Quran, haqq olan Quran, doğruları olan Quran, haqqı batildən ayırt eləyən zikir Qurandır. O boşluğu onun vasitəsilə doldurun ki, Allah ilə aranıza heç bir şəxs girə bilməsin. Heç bir rabitəçi girə bilməsin. Girsələr özünüz də bilmədən şirk eləmiş olursunuz, özünüzə ziyan eləmiş olursunuz. O boşluğu olan da yoldan çıxmış sayılır. Boşluq olmasın. Allah ilə aranızda boşluq olmasın. Orada hər hansı bir şəxsə ehtiyac yaranmasın. Hansısa peyğəmbərə də ehtiyac yaranmasın, ölmüşlərə də ehtiyac yaranmasın. Sən və Allah, səninlə Allah arasında heç bir boşluğa yol verə bilməz. Allah bizdən də yaxındır, şah damardan da yaxındır. Niyə o boşluğu yaradırıq biz? O boşluq olsa iman zəifləmiş sayılır. İmanı gücləndirməkdən ötürü, özümüzü maarifləndirməkdən ötürü yalnız Quran yolu, doğruları yaşamaq. Qəti inanan insana Allah kifayət edər. Çox gözəl bir ayədir.
Kimsə Allaha kiməsə tay tutaraq ibadət etsə, ibadəti puç olar. Allah Teala müxtəlif şəkillərdə Quranda bunları bildirir. Bu Allahın müəyyən etdiyi bir ölçüdür. Günahkarları bu dünyada cəzalandırdığı kimi axirətdə də cəhənnəmə atar Allah Teala. Və əbədiyyən onlara cəhənnəm qapıları bağlanar. Oradan artıq fasiqlərin, şirk edənlərin çıxışı olmayacaqdır. Və şirk etdiyiniz halda mən deyirəm sizə şirkdir. İbadətdə Allah elə heç kəsi əlavə eləməyin, Allaha heç kəsi tay tutmayın. İbadəti yalnız Allaha eləyin. Mən deyirəm, siz də eşidirsiniz. Artıq siz özünüz bilərsiniz. Seçim sizindir. Mən özümdən demirəm, yenə deyirəm, Allahın ayələrini sizə çatdırıram mən. Allah nə deyirsə o. Bu insanları da Allah fasiqlər olduğunu bildirmişdir. İxtisar Allahdan xeyirlisi istəmək deməkdir. İxtisar hər hansı bir ritualı edərək insanlara gələcəyi danışma kimi kahinlik etmək günah olub İslama atılan bir ləkədir. Harada qalmışdıq? Bu Allahın müəyyən etdiyi bir ölçüdür. Günahkarları bu dünyada cəzalandığı kimi axirətdə də cəzalandırar, cəhənnəmə atar və əbədiyyən onlara cəhənnəm qapıları bağlanar. Artıq fasiqlərin, şirk edənlərin çıxışı olmayacaq. Bir də fal oxları ilə qismət axtaranların günümüzdə ixtisar edərək qismət axtaranları biz görürük. Bu insanları da Allah fasiqlər olduğunu bildirir. Bayaq dediyim kimi, ixtisar Allahdan xeyirlisini istəmək deməkdir və insanlar hansısa ritualı edərək qabaqcadan bir insan evlənmək istəyir, ixtisar eləyənə müraciət edir. Mənim evlənsəm həyat yoldaşımla baş tutarmı, uşağımız olarmı, övladımız olarmı, mən Rusiyaya getsəm pul qazanaram, belə cahil sualları verirlər. Həmən ixtisarçı da ritualı həyata keçirərək özünün bildiyini danışır ona, o da ona inanır. Belə etdiyiniz halda yoldan çıxmış sayılırsınız. Seçim sizindir. Quran ayələrinə keçək. Əl-Bəqərə 25. İman gətirib salih əməllər edənlərə müjdə ver ki, onlardan ötürü üçün ağacları altında çaylar axan cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə bu ki, əvvəlcə bizə verilən ruzidir deyəcəklər. Halbuki onlara onu oxşarı veriləcəkdir. Orada qüsursuz hala gətirilmiş eşlər də olur və ölümsüz olaraq qalarlar. Burada eş deyə tərcümə etdiyimiz söz Quranda həm kişi, həm də qadın üçün işlədilir. Cənnətə girən həm kişi, həm də qadının heç birinin bir digərindən ayırt edilən bir qüsuru olmayacaqdır. Bu mənada eşlər anlamına gəlir. Cənnətdəki vildan və hurilər eş deyillər. Onlar xidmətçilərdir. Bəzi cahil təfəkkürdə olanlar gözləyirsiniz ki, cənnətdə hurilər, qızlar sizin əlinizə veriləcək cinsi əlaqə üçün. Belə cahil təfəkkürdə olan insanlar var. Allah zinayı bu dünyada haram etdiyi halda cənnətdə zinayı niyə halal eləsin? Zinanın özü haramdır. Bugün oxuyacağımız ayətdə də biz görəsiyik zinanın cəzası nə olacağını. Və Allah Teala niyə hurilərlə zinayı icazə versin qiyamətdə? Belə bir şey olar mı? Olmaz. Cahil düşüncənizi tərgin, qılman isə onların kiçik yaşda olduqları uşaqlarıdır. Bəqərə 26. Allah heç bir şeyi örnək vermədən, məsəl çəkmədən çəkməkdən çəkinməz. Heç bir şeyi örnək verməkdən, məsəl çəkməkdən Allah çəkinməz. Hər bir şeyi örnək də verər, məsəl də Allah Teala çəkər. Bir ağacdan ya da daha üstü, bir ağcaqanad da daha üstü də ola bilər. Ağcaqanaddan da misal çəkilə bilər, başqa bir hər hansı bir şeydən də Allah misal çəkə bilər. İman gətirənlər bilirlər ki, bu onların Rəbbindən gələn haqdır. Küfür edənlər isə deyirlər, bu məsəllə Allah nə demək istədi? Bu yolla Allah bir çoxunu yoldan çıxartdığına, bir çoxunun da yola gətirdiyinə qərar verir. Yoldan çıxdığına qərar verdikləri sadəcə fasiqlər yoldan çıxmış olarlar. Fasiq bilirik ki, yoldan çıxmışlar. Əgər onlar yoldan çıxmağı tərcih eləsələr, Allah onlara icazə verər, yoldan çıxa bilərlər. Hər kəsin yoldan çıxmağa səlahiyyəti var. Allah bizim seçimimizə qarışmır. 27. Fasiqlər Allaha verdikləri sözü
birləşdirilməsindən sonra Allahın birləşdirilməsini əmr etdiyini ayıraraq və təbiət qanunlarını pozaraq sözlərindən cəyanlardır, zərərə uğrayanlar elə onlardır. Allaha qarşı necə yaxşılıq bilməz olursunuz, yəni yaxşılıq bilməz olursunuz Allaha qarşı. Siz cansız halda idiniz, sizə canı o verdi, ruhu, canı, bədəni bizə o verdi. Sonra sizi cansız hala getirəcək və yenidən can verəcəkdir, öldürəcək və qiyamətdə yenidən bizi yaradacaqdır. Sonra onun huzuruna çıxarılacaqsınız və Allahın huzurunda biz hesab verəsiyik. Yer üzündə və içində olanların hamısını sizə görə yaradan odur. Bu dünyada nə üzərində də, içində də nə varsa Allah Teala bizim üçün yaradıb. Sonra göyə tərəf yönəlib onu 7 qat göy edən də uca Allahdır. Göyün də 7 qat sütunu var. Göyün 7 qat məsələsi bizim baxıb gördüyümüz birinci qatdır. Ulduzlar, ay, günəş bu birinci qatdır. Onun arxasında daha 6 qat göy var. Bu bizim bilmədiyimiz məsələlərdir, qeybdir, Allahın bildiyi. Var olduğunu biz Qurandan görürük. 99 sənə aydın başa düşülən, bir-birini açıqlayan ayətlər indirdik, Quranı. Onları da yalnız fasiklər inkar edərlər. Quranı öz dilimizdə oxumayı yalnız fasiklər inkar edilər. Çünki Allah Teala bizə anlaşılan, başa düşülən dildə göndərdiyini deyir. Bəzi uydurma din anlayışında olan insanlar Quranı öz dilimizdə oxutmağa qoymazlar. Sən onu ağlayaraq oxu, sən onu ağlayaraq gecələri oxu. Niyə ağlayaraq biz Quranı oxuyaq? Biz o insanın funksiyasının instruksiyası kitabıdır. Həyat tərzimizdir. Niyə ağlayaraq oxuyuruq biz onu? Daha siz seçimi özünüz eləyin. Mən sizə doğruları deyirəm, siz isə artıq özünüz qərar verin. Allah bizə aydın ayətlər endirib onunla hökm etməyə, Quranı ölülərə oxuyub ağlamağa və ya musiqi ilə səsləndirməyə görə nazil olunan kitab deyildir Quran. Quran özümüzə oxuyub anlayaq deyə nazil olunub. Əli İmran 81. Bir zaman Allah peyğəmbərlərdən dəqiq söz aldıqdan sonra belə demişdir. Sizə kitab və hikmət verdikdən sonra özünüzdəkini təsdiqləyən bir rəsul kitab gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz. Kitab, Allahdan bir elçi, Allahdan bir kitab gəldikdə ona biz mütləq inanaq və yardım eləməliyik. Yardım, dəstək odur ki, insanlara çatdıraq, insanları maarifləndirək, insanlara Allahın ayələrini bildirək. Nə qədərimiz bunu eləyirik? Bunu qəbul etdinizmi? Razısınızmı və mənim bu əhdimi qəbul edirsiniz demişdi. Onlar razıdır demişdirlər. Allah da şahid olun, mən də sizinlə bərabər şahid olanlardanam demişdir. Bundan sonra üz döndərənlər məhz onlar fasikdirlər. Qurandan kim üz döndərirsə, onu anlamaq istəmirsə fasikdir. Allah Teala anlaşılan, başa düşülən bir kitab olduğunu dedi. Öz dilimizi anlayaq deyə oxuyub həyata keçirən kitab olduğunu dedi. Əgər siz ondan üz döndərərsinizsə, məhz onlar fasiklərdir. Kim bu Rasuldan, Qurandan üz döndərərsə, onlar fasikdirlər, yoldan çıxmışdırlar. Allaha üsyan edənlərdir. 83-cü ayə Ali İmran, yoxsa onlar Allahın dinindən başqa bir din mi axtarırlar? Varmı aranızda İslam dinindən başqa bir din axtaranlarınız? İslama uydurma din anlayışında olanlarınız çoxdur. Haqq olan İslam dinini anlatanlara da Quran istəməyə çalışanlarınız çoxdur. Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz ona təslim olmuş və ona da qaytarılacaqdır. Hər kəs istər kafir olsun, bütün insanlar Allahın qoyduğu təbiət qanunları ölçüsündə yaşayırlar və Allaha təslimdirlər. Nəfəs almaları, vermələri, su içmələri, yemək yemələri bu Allahın qoyduğu qanun və qaydalardır və bu Adəm əleyhissalamdan dəyişməyən qanun qaydalardır. Allah əleyhissalam da bizim kimi nəfəs çəkib, bizim kimi su ilə, yemək ilə qidalanıb, biz də elə onun kimi qidalanırıq. Bu Allahın qoyduğu təbiət qanunudur. Bu dəyişilməz bir qanundur. Və bütün müşrik, kafir, inanmayan bütpərəstlər də Allahın bu qanunları ilə yaşayırlar. Baxsınlar Allahın qoyduğu qanunlarla yaşaya bilərlərmi?
Nəfəs almadan kim yaşaya bilər? Yemək yemədən, su içmədən kim yaşaya bilər? Bilməz. Çünki inanmamaqları fasiqlikləri ucbatından inanmırlar bəzi insanlar. Fasiqlər, kafirlər, müşriklər və s. Şeytanlıqlarından ötürü bəzi fasiqlər inkarı dil ilə deyirlər, amma özləri Allahın qanun qaydası ilə yaşayırlar. Dil ilə deyirlər, ya inanmıram deyir, amma nəfəs alır, yemək yeyir, su içir, Allahın qanunu ilə yaşayır. Onları eləməsin. İnkar eləyirsənsə onu da eləmə. Maide 46, onların ardınca Məryəm oğlu İsa'nı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Tövrat Musa əleyhissalama qədər göndərilən kitabların ortaq bir ismidir. Ona içərisində hidayət və nur olan özündən əvvəlki Tövratı təsdiqləyən müttəqilər üçün doğru yol göstəricisi və öyüd nəsihət olan İncili verdik. Bütün Adəm əleyhissalamdan Muhammedə qədər verilən bütün kitablar Allahın əmrləridir və sonuncu kitab Muhammedə verilən Qurani Kərim də özündən əvvəlki bütün kitabları təsdiqləyən, dəstəkləyən kitabdır və Adəmə də verilən hökm eyni Quran hökmüdür. Musaya da, İsa'ya da verən həmin Quran hökmləridir. Hökmlər Allah dəyişmir. Necə ki Adəmin içdiyi su bugünkü sudursa, Adəmin aldığı hava bu havadırsa, Allah Taala da Qurani Kərimdəki ayələri, hökmləri dəyişmir. Musa'nın kitabı da Qurandır. Həmin Qurandır, adı başqadır, ayələr, hökmlər eynidir. Amma sonraki dövrlərdə təhrif olunub. Bütün peyğəmbərlərə, 25 dənə peyğəmbərlərə göndərilən kitab həmin Qurandır. Allah təkrarən Muhammed əleyhissalama yenidən göndərib və əvvəlki qövmlərin başına gələn bütün hadisələri orada qeyd olunub və özündən əvvəlki bütün kitabları təsdiqləyən, dəstəkləyən kitabdır. Maide 47, qoy İncil əhli Allahın onda nazil etdiyi şəriətə, qanunları əsasında hökm versinlər. Allahın nazil etdiyi ilə hökm verməyənlər məhz onlar fasiqdirlər. Artıq seçim özünüzündür. Allahın verdiyi hökmlərlə hökm etməsəniz, Allahın bildirdiyi ilə hökm etməsəniz, Qur'anla hökm etməsəniz, fasiq olduğunu Allah Teala deyir. Əgər hökmü siz etsəniz, hansısa uydurma din anlayışında olan peyğəmbərdən də nəql olunmayan hədisləri, kiminsə uydurmaları din deyə yaşasanız, onları tətbiq eləməyə başlasanız, yoldan çıxmış sayılırsınız. Çünki Allah Teala bizi Qur'ana çağırır. Hədislərə ora-bura yox, təfsirlərə ora-bura yox, fiqhə ora-bura yox. Allahın əmri və Allahın sünnəti. Sünnət qoyan da, əmr qoyan da Allahdır. Biz sənə özündən əvvəlki kitabı təsdiqləyən və onların mühafizə edən kitabı haqq olan nazil etdik. Allah bizə bütün kitablara iman edib hökm etməyimizi istəyir. Bütün ilahi kitabların cəmi də Qur'an-ı Kərimdir. Onunla hökm edək. Eləsə onların arasında Allahın sənə nazil etdiyi kitabla hökm ver. Allah nə deyirsə o, bugün mənim sizə təbliğ etdiyim kimi, dediyim kimi, danışdığım kimi, sizə bildirdiyi kimi Quran ayələri necə səsləndirirəmsə, eləsə onların arasında Allahın sənə nazil etdiyi kitabla hökm ver. Allah peyğəmbərə əmr eləyir. Peyğəmbərin etdiyi də bizim üzərimizə düşən vəzifədir. O da əmirdir. Rəsulluq missiyası, Qur'anı insanlara çatdırma məsələsi bizim üzərimizdə olan əmirdir. Allahın bizə əmr etdiyi məsələdir. İslamın da şərtidir. Nə qədərimiz bu şərtə riayət eləyirik? Çox az insanlar. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Qur'ana sənə gələn haqdan ayrılıb da onların arzularına tabe olma. Yəni Allah nə deyirsə onu insanlara çatdır. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Kitab və hikmət. Hikmət doğru qərar verməkdir. Əgər Allah tərcih etsəydi, sizi tək bir ümmət edərdi. Allah istəsəydi tək bir ümmət edərdi bizi. Allah tərcihi etsəydi, bizi tək ümmət eləyərdi. Ancaq bizim fərqli olmağımız, seçimimizə qarışmamağımız bunları verib ki, bizi imtahan həyatında sınasın. Kim öz ağlı ilə haqqı tapacaq? Kim öz ağlı ilə doğruları səhvdən ayır eləyə biləcək? Allah Teala bizi ölənə qədər şans verir. Eləyənlər də var, eləməyənlər də var.
Ayın üstündə hansısa ölmüşləri görənlər də var, onu müqəddəs bilənlər də var. Bəlkə də Arnold Schwarzenegger də görülə bilər ayın üstündə. Belə bir şey var. 90 neçənci ilində Arnold Schwarzenegger'in filmi var. Terminator 1 olacaq. O orada 2025-ci ildə texnikanın müharibələr olduğunu, texnikanın dünyanı zəbt elədiyini bildirmişdir və 2025-də gəlib çatdı. 91-ci ildə çəkilən filmində baş rol oynayan Arnold Schwarzenegger onun dediyi ilə üzləşir. Bugün İran-İsrail müharibələri, İsrail-Fələstin müharibələri və digər müharibələr baş verir. Dünyada çaxnaşmalar baş verir. Biri digərinə dron atır. Dünən yox sırağa gün yenə İrana dron atıblar. İran ora atır. Hər bir şey dağılır. Həmin texnika ilə müharibə olan vaxt 25 neçəsə il əvvəl Arnold Schwarzenegger demişdi. Deyirəm ki, sizin o ayda gördüyünüz o mürid, şeyx və yaxud da kimdirsə, Lütfü Arnold Schwarzenegger'i görün ki, orada o bir şey deyib. Əgər o qədər inanmaq istəyirsinizsə, o mürid nəsə eləyəcək, o deyən şey olubdur. O qədər inancınız varsa ona, Schwarzenegger'i görün ki, o da 91-ci ildə çəkilən filmində bugün başımıza gələnləri danışır. Ey ağıl sahibləri, hər hansı bir insanı ayda, günəşdə, orada burada görmək bu imanın əsaslarından deyil. İnsanın cahilliyindəndir bu şeylər. Ağılsızlığındandır bu şeylər. İman əhli yalnız o Allaha qul olar. İman əhli yalnız Allahın rızasını qazanmaq üçün həm ibadəti, həm yaxşı işləri, hər bütün işləri Allah rızası üçün edir. Orada, burada, hardasa kimisə görmək bu imanın şərtləri deyildir. Elə o qədər cahil təfəkkürdə olanlar da var ki, kimsə müridi ayda görməsə sizin imanınız kamil deyildir deyən cahil inancda olan ağılsız müsəlmanlar da əfsuslar olsun mövcuddur. Allah cümləmizə yardımcı olsun və Allah ağıllarını işlətməyənlərə onlara hidayət versin. Çünki Allah Nəhl surəsində hafiz olmadığıma görə ayələr və nömrələr dəqiq yanımda qalmır. Ağıllarını işlətməyənlərin üzərinə pisliklər yağdıracağını Allah təala deyir. Bunu niyə Allah desin? Çünki bizi ağıllı məxluq Allah təala bizi yaradıb. Ağıllarımızı işlətməsək imtahan həyatında çətinliklər baş verəcək. Başımıza gələn bütün bəlalar, bütün müsibətlər öz əllərimizlə qazandığımız günahlar üzündəndir Allah təala deyir. Əgər o müsibətlərin az olmağını istəyirsinizsə, əgər problemlərin azalmasını istəyirsinizsə, yalnız Allaha dua edin və yalnız ona qul olun. Allah Teala o zaman bizi bizim daşıya bilmədiyimizdən artıq yük bizə yükləməz. Allah Teala heç kəsə onu yükləmir. Yəni bu dünyada imtahan həyatının asan olmasını istəyirsinizsə, gözəl olmasını istəyirsinizsə, yalnız Allaha qul olun və yalnız ona yalvarın. Orada, burada, ayda, ulduzda, günəşdə hər hansı bir şeyxi ölmüşləri görmək bu cahil təfəkkürü də tərgiyin. Eləsə onların arasında Allahın sənə nazil etdiyi kitabla hökm ver, sənə gələn haqdan ayrıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Kitab və hikmət verdik. Hikmət doğru qərar vermək deməkdir. Əgər Allah tərcih etsəydi, sizi tək bir ümmət edərdi. Lakin verdiyi şeylərlə sizi çətin bir imtahandan keçirmək üçün belə etdi. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdıcı Allaha olacaq və o ziddiyyətə düşdüyünüz şeylər barəsində sizə xəbər verəcəkdir. 49. Onların aralarında Allahın sənə nazil etdiyi kitabla hökm ver və onların istəklərinə tabe olma. Onların arzularına, istəklərinə tabe olma. Allahın sənə nazil etdiyi kitabla hökm ver. Peyğəmbərə əmr eləyir. Allah Peyğəmbərə əmr eləyir belə. Biz də o kitabla hökm etməklə Allahın fərzini yerinə yetirmiş oluruq. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi hökmlərin bəzisindən səni saptırmasınlar. Ehtiyat et onlardan və Allahın ayələrindən səni saptırmasınlar. Saptırmağa çalışanlar nə qədərdir? Çox. Əgər onlar üz döndərərsə, bil ki, onları
bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Əgər onlar üzründələrsə, bil ki, Allah onların bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Əgər Quranı anlamaq istəməsəniz, onun hökmləri ilə hökm etmək istəməsəniz, həqiqətən insanların çoxu fasiqdirlər. Onlar cahiliyyə dövrünün hökmünü mü istəyirlər? Qəti inanan bir cəmaət üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər? Ey iman gətirənlər! Sizdən əvvəl kitab verənlərdən dininizi ələ salıb oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Bu insanlar kim olursa olsun dinindən və irqindən asılı olmayaraq dini oyuncaq edənləri dost tutmayın. Əgər möminsünüzsə Allahdan çəkinin. Bir-birinizi namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyuncaq sayarlar. Bu ona görədir ki, onlar düşüncəsiz bir cəmaatdırlar, ağıllarını işlətməyənlərdir və qula qul olanlardır. 59 de, ey kitab əhli, yalnız Allaha, bizə nazil edilənə və bizdən əvvəl nazil edilənlərə iman gətirdiyimizə və sizin əksəriyyətinizin günahkar olduğunuza görəmi bizi özgələşdirirsiniz? Sizin çoxunuz yoldan çıxmış fasiqlərsiniz. 81. Əgər onlar Allaha, Nəbiyə və ona nazil olana iman gətirsəydilər, şeytanları yoldan çıxmışları özlərinə dost tutmazdırlar. Lakin onların çoxu günahkardırlar. Əraf 101. Bu o şəhərlərdir ki, onların əhvalatlarından bəzisini sənə söyləyirik. Elçiləri onlara açıq aydın dəlillər gətirdilər. Onlar isə daha öncə yalan hesab etdiklərinə görə iman gətirmədilər. Allah özlərini doğrulara örtənlərin qəlblərindəki yeni məsələli belə meydana gətirir. Allah özlərini doğrulara örtənlərin qəlblərindəki yeni məsələli belə meydana gətirir. Onların əksəriyyətinin verdiyi sözü tutmadığını gördük. Onların çoxu yoldan çıxdığını gördük. Allah dedi, ey Musa, mən vəhy etdiyim hökmlərimlə və səninlə danışmağımla səni seçim insanlardan üstün etdim. Elə isə sənə verdiyimi götür və vəzifəni yerinə gətirənlərdən ol. Allahın əmridir Musaya da. Biz onun üçün lövhələrdə hər şeydən öyün nəsihət və hər şeyin təfsilatını yazdıq və dedik, bunları möhkəm tut və xalqına da əmr et, onlar da bu gözəl lövhələri sarılsınlar, Allahın kitabına salırsınlar. Bugünkü əlimizdəki Quran. Allahın indirdiyi ilə hökm etməyənlər yoldan çıxmışlar. Allahın indirdiyi ilə hökm etməyərək yoldan çıxmışların yurdunu yaxında sizə göstərəcəyəm. Allah da bilə bilir, bildirir bizə. Tövbə 23. Ey iman gətirənlər, əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün sayırlarsa, onları dost tutmayın. Sizlərdən onları dost tutanlar özlərinə ziyan etmiş olarlar. Burada məqsəd kim olursa olsun, kim olursa olsun, Allahın dininə inanmayıb kafir olanları özünüzə vəli dost seçməyin. Tövbə 24. De, əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar iflasa uğramasından qorxduğunuz alış-verişin və bəyəndiyiniz məskənlər sizə Allahdan, onun elçisindən və onun yolundan mücadilədən, cihaddan daha əzizdirsə, onda gözləyin. Allahın əmri gələcəkdir. Allah yoldan çıxan fasiqlər topluluğu yoluna qəbul etməz. Çünki fasiqlər yoldan çıxmağı özləri seçiblər. 50. Əlinizə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Bir pis müsibət üz versə, biz etdiyimiz tədbirimizi əvvəlcədən götürmüşdük. Ehtiyat tədbirimizi əvvəlcədən görmüşük. Deyər və sevinə-sevinə çıxıb gedərlər. 51. De, Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim himayədarımızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər. De ki, bizim üçün iki yaxşılıqdan
biri hariç bir gözlentiniz var mı? Bu arada biz de ya Allah'ın özü tərəfindən yaxud da bizim əllərimizlə sizə əzaba düçar etməsini gözləyirik. Siz gözləyin, şübhəsiz ki, biz də sizinlə birlikdə gözləyirik. 53 deyir ki, etdiyiniz xərcləmələr istər könüllü, istərsə könülsüz xərcləyin, onsuz da sizdən qəbul olunmayacaqdır. Çünki siz fasik bir qövm olduğunuz, fasiklər üçün Allah təala belə buyurur. Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o məna olur ki, onlar Allahı və onun elçisini inkar edir, namaza tənbəlliklə qalxır və mallarını könülsüz xərcləyirlər. İstəksiz edir. İbadəti də istəksiz edirlər. Fasik müsəlman da ola bilər, ibadəti istəksiz eləyir. Fasik müsəlman da ola bilər, Allahın hökmlərini qəbul eləməyən. Onların etdiklərini Allah təala qəbul eləmir. Yaxşı əməlləri Allah təala qəbul eləmir. Çünki fasik olduqları üçün. Əgər yola doğru yola qayıtsa həmin adam, Allah tövbəsini qəbul edəcək. Onları nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla dünya həyatında onlara əzab vermək və onları canlarının kafir kimi çıxmasını istəyir. Yunus 33. Beləliklə fasiklərin iman gətirməyəcəyinə dair Rəbbinin sözü doğru çıxdı. Fasiklər inanıb güvənməzlər. Fasik əgər bir insan deyirsə, Quranı öz dilində oxuma, artıq onun qəlbində fasiklik meydana gəlir. Çünki o Allahın ayəsini insanlar anlayaraq oxumağı istəmir. Mənfəətinə əl vermir. Nə qədər molla dediyiniz, rabitəçilər dediyiniz, ustalar dediyiniz insanlar sizi Qur'ana öz dilində oxumağa dəvət ediblər. Nə qədəriniz? Şərh bölümündə yazın, mən də bir görüm. 100% əminəm ki, nə molla, nə rabitəçiləriniz, nə ustalarınız sizə Qur'anı öz dilinizdə oxuyun deyə sizə tövsiyə etməzlər. Çünki onların mənfəətlərinə əl verilir. Yalan deyirəmsə, şərh bölümündə əlavəyə eləyə bilərsiniz. Çünki Qur'an-ı Kərimdə Allah təala deyir ki, yaxınlarınızın əleyhinə olsa belə haqqı deməkdən çəkinmə. Bəzi insanlar dini bölüşdürürlər. İbadəti də bölüblər, dini də bölürlər. Mən isə Allahın əmrində ibadəti bölüşdürməyin, dini bölməyin, Allah təala dediyini sizə deyirəm. De Allah'a qoşduğunuz şəriklər arasında yaratmayı baştan başlayacaq, sonra da təkrarlayacaq olan kimsə var mıdır? Şərikləriniz arasında Allah təala deyir. Rabitə elədiyinizlərin arasında var mı deyir Allah təala. Elə bir şəxs var mı? Deyir ki, yaratmayı başladan və təkrarlayacaq olan Allahdır. Siz necə də haqdan döndərilirsiniz? Yəni, necə yoldan çıxırsınız belə? Niyə haqqı görmək istəmirsiniz? Yunus 35'te Allah'a qoşduğunuz şəriklər arasında doğruyu göstərəcək biri varmı? De ki, doğruyu göstərən Allah'tır. Eləsə deyin görək, haqqa yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa özünə göstərilmədikcə doğruyu göstərməyəcək olana uymaq mı daha doğrudur? Deyir Allah Teala, doğruları sizə danışanların dalınca getmək mi daha uyğundur, yoxsa dini özlərinə uydurub da uydurmaçıların dalınca getmək mi daha doğrudur? Daha artıq seçim sizindir. Sizə nə olub ki, necə mühakimə edirsiniz? Onların əksəriyyəti ancaq zənnə qapılırlar. Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bilməz. Allah onların nə etdiklərini bilir. Ən-Nur 2. Zinakar qadına və zinakar kişinin hər birinə 100 çubuq vurun, 100 qamçı vurun deyəndə bədən üzvlərində yara almayacaq şəkildə o qamçılar vurulmalıdır. Yoxsa İran, İraq, Əfqanıstan və digər ərəb ölkələrindəki kimi daşqalaq eləyərək öldürmələri yoxdur. Belə bir şey yoxdur, bu uydurmadır. Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dininə görə onlara yazığınız gəlməsin, qoy möminlərdən bir dəstə olan əzabını gözləri ilə görsünlər. Buradakı qamçı vur, o bədən üzvlərində yara almayacaq şəkildə vurmalarını Allah əmr eləyir. 100 qamçı həm zinakar qadına, həm kişiyə vur deyir və yara almayacaq şəkildə insanların da gözü önündə. Çünki o insanlara bir dərs olsun və
özləri də tövbə eləsinlər o zina etdikləri həm qadın, həm kişi və başqa bir insanlar da zinaya, bu günaha düşməsinlər. Zinakar kişi ancaq zinakar və müşrik bir qadınla evlənə bilər. Allahın əmridir bu. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu haram edilmişdir. Həm mömin qadına, həm kişiyə haram edilmişdir bunlar. Zinakarları. İsmətli qadınları zinada günahlandırıb sonra 4 şahid gətirilməyən kəslərə 80 çubuq vurun və onların şahidliyi heç vaxt qəbul etməyin. Onlar əsl fasiqdirlər. İsmətli qadınlara zina suçu atana 80 çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. O inancsız bir insan olur artıq. Tövbə eləsə başqa. Əgər bir insan belə bir günah eləyib, əgər tövbə eləsə, bir daha onu eləməsə, Allahdan bağışlanmağını diləsə, həmin zina suçu atan qadından üzr istəsə, bağışlanmağını istəsə, həm ondan, həm Allahdan bağışlanması istəsə, Allah Taala onun günahını bağışlayacağını deyir. Bunun ardı 5-ci ayə. Bundan sonra tövbə edib özlərini islah edənlərdən başqa deyiləndə tövbə edənlərin günahlarını bağışlayacağını deyir və bunu belə dar işə gətirən insanlara, qadınlara, ismətli qadınlara zina suçu atmaqla məşğul olan insanlar əgər bunu eləyirlərsə, qiyamətdə cəzasını Allah verəcək onlara. Şübhəsiz ki, Allah bağışlayandır, rəhimlidir. Əs-Səcdə 16. Bunlar özlərini yataqlarından qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarırlar və onlara verdiyimiz ruzdən Allah yolunda xərcləyirlər. Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinç gətirəcək nələr saxladığını heç kəs bilmir. Qiyamətdə onlar üçün eləcəyi mükafat. Məgər möminlə fasik eynidirmi? Onlar eyni ola bilməz. İman əhli ilə imansız heç vaxt eyni ola bilməz. İman gətirib əməli salih olanları etdikləri əməlləri qarşılıqlı mükafat olaraq yerləşəcəkləri cənnətlərdir. Əl-Əhqaf 19. Hamının etdiyi əməllərə görə dərəcələri vardır ki, Allah onlara əməllərinin əvəzini versin. Onlara əsla haqsızlıq edilməyəcəkdir. Allah heç kəsə haqsızlıq etməz və Allah heç kəsə zülm etməz. Kafirlər odun qarşısında gətiriləcəkləri gün onlara deyiləcəkdir. Siz bütün zövqlərinizi dünyada yaşayaraq tükətdiniz. Kafirlərə, inanmayanlara belə deyəcək. Bugün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız. Əl-Hücurat 6. Ey iman gətirənlər, əgər bir fəsadçı, fasik, yoldan çıxan, səhv işlər edən sizə bir xəbər gətirsə, onu araşdırın, axtarın, baxın ki, doğru ya da səhvdir. Yoxsa bilmədən bir gövmə pislik edən sonra da bunun peşmanlığını çəkərsiniz. Əl-Münafiqun 5. Onlara gəlin Allahın elçisi bağışlanmanız üçün Allaha dua etsin. Deyildiyi zaman başlarını çevirirlər və sən onların özlərini dartaraq üz döndərdiklərini görürsən. Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də fərqi yoxdur. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasik adamları yola gətirməz. Fasiklər yoldan çıxmayı tərcih ediblər. Bugünkü Quran dərsimiz fasiklər ilə əlaqəli oldu. Quranda fasiklərin Allahın əmrinə riayət etməyən, Allahın hökmləri ilə hökm etməyən və dinə, İslama qarşı çıxan, dini özlərinə uyduran, dindən mənfəət qazanan insanların fasiklər olduğunu Allah bildirdi. Həm fasik, həm də kafir olaraq ölənlərin yurdu əbədi cəhənnəm olduğunu Allah bizə bildirdi. Allaha qul olanların, namaz qılıb yaxşı işlər görənlərin mükafatı isə əbədi olan cənnət olduğunu Allah müsəlman olanlara müjdəliyir. Müsəlman, mömin, Allaha təslim bəndə deməkdir müsəlman. Bizim kimliyimiz müsəlmanlıqdır. Müsəlmanıq biz. Bizim daha başqa bir adımız yoxdur. Ləqəb, firqə, məzhəb yoxdur bizim. Biz müsəlmanıq. Allah bizi müsəlman adlandırıb və Allahın adlandırdığı bu şərəfli isimdən başqa insanların uydurduğu ad və ləqəb özümə götürməyi
mən özümə vəzifə bilmirəm. Allah məni müsəlman yaradıb və ölənə qədər də bu şərəfli adı mən daşıyacağam və insanları da buna dəvət edirəm. Din hər kəsin özünün bildiyi şəkildə yaşayan bir şey deyildir. Dini yaşamaqdan ötürü Allah bizə dinin instruksiyası olan Qur'anı, bizə dinin doğrularını göstərən hidayət rəhbəri, özündən əvvəlki kitabları təsdiqləyən Qur'an kitabı göndərib və bu kitab sayəsində biz dində doğruları tapırıq. Əfsuslar olsun ki, tərcümə səhvləri var. Allahın izni ilə doğru tərcümələri taparaq əziz tamaşaçılara təqdim etməyə mən çalışırım. Quranda səhv tərcümələr olduğunu biz görürük və o tərcümələr ucbatından insanların bəziləri Qur'anı oxumurlar, Qur'an oxunmaz vəziyyətə gətiriblər. Doğru tərcümələri Məhməd Oxuyan və yaxud da Bayraktarlı, Abdüləziz Bayındır, bu kimi insanların tərcümələrinə siz baxaraq oxuya bilərsiniz. Mən Vasif Məmmədəliyevin tərcüməsindən istifadə edirəm və orada olan səhvləri axtararaq, araşdıraraq, müqayisə eləyərək, hansı yerdə hansı səhvin olduğunu bilərək orada olan ayələri redaktirovat eləyirəm və doğruları insanlara bacardığım qədər, çalışdığım qədər insanlara Allahın kitabını çatdırmağa çalışacağam və Allah Taala bizi bu dini doğru yaşayan, doğruları insanlara çatdıran, yalnız Allaha qul olan, həm bu dünyanı bizə xoşbəxt eləsin, həm də axirəti bizə Allah Taala xoşbəxt eləsin. Bu dünyada biz xoşbəxt olmaqdan ötürü, bu dünya xoşbəxtliyi tapmaqdan ötürü biz Allaha qul olmalıyıq və Allah ilə aramızda heç bir boşluğa biz yer verməməliyik. Əgər o boşluq yaransa, hansısa təriqət, hansısa firqə, məzhəb və yaxud da digər ustalar ora girərlər. Əgər onlar ora girsələr, Allah ilə aramıza rabitə ilə girsələr, bilin ki, siz bilməyərəkdən şirk eləmiş olursunuz. O insanlara qarşı bəlkə də aşırı sevginizdən ötürü onları ilahlaşdırmış olursunuz və həqiqi haqq olan, ibadətə layiq olan Allahı ikinci cərgədə qoymuş olarsınız. Bunun üçün çox ehtiyatlı olun, ibadət məsələsində ehtiyatlı olun, Allah rızası üçün eləyin. Hər nə varsa Allahın rızasını qazanmaqdan ötürü həm çalışın, həm işləyin, həm ibadəti, hər bir şey. Bizim bu dünyada yaşayıb axirətə qədər edəcəyimiz hər nə varsa, hər bir çalışma yalnız Allah rızası üçün olmalıdır. Bu dini doğru yaşayan və doğruları insanlara çatdıran, səmimi, gözəl əxlaq sahibi, möminlər Allaha təslim bəndələr olmağı cümləmizə qismət eləsin və hidayət rəhbəri bizim insanlığımızın instruksiyası, insanlığımızın insanlıq eləyən, bizim adam kimi adam eləyən Qur'an kitabı öz dilimizdə oxuyaraq, orada tərcümə səhvləri var, oxuyaraq, araşdıraraq, səhvlərə baxaraq, doğruları araşdıraraq, insanlara çatdıraq, özümüz də yaşayaq. Çünki bugün biz sağıq, ola bilsin ki, sabah buna şans olmaya bilər. Biz bugün sağıqsa, bugünkü günü biz dəyərləndirməyə çalışaq. Ola bilsin ki, sabah bizim Qur'an oxuyub anlamağa vaxtımız olmaya, bəlkə də ölə bilərik. Ölsək, Allah Taala bizim daha nə bir yaxşı, nə bir pis əməl eləyə bilərik. Öldükdən sonra biz heç ada bilə sahib deyilik. Bunun üçün əziz müsəlmanlar, dəyərli insanlar, Allaha təslim bəndələr, hər zaman daim yalnız Allaha qul olmaq, yalnız Allaha ibadət eləmək, ibadətdə heç bir şəkildə şirkə yol verməmək, heç bir rabitəni, heç bir məzhəbini, firqəni özümüzə yaxın bilməyərək, yalnız Allahın bildirdiyi şəkildə müsəlman, yalnız ona qul olan möminlər olaq. Və aleykum əssalam və rəhmətullah və bərəkatuhu, sağ olun, var olun.